Ha, bu Cahidin babasının evidir. Əmir dayının ata evi. Allah bütün ölənlərin Allah hamısına rəhmət eləsin. Eldaniz dayının dədə evidir. Cahidin babası evidir. Allah bütün ölənlərimizə rəhmət eləsin. Burada deyə əldamlarıdır. Burada bura hamamlarıdır. Burada əldamlarıdır. Allah bütün ölənlərin Allah hamısına rəhmət eləsin. Yerləri cənnət məkan olsun inşallah. Cahid deyə babangelin əldamı, hamamları deyə baba, o da evləridir. Allah hamısına rəhmət eləsin. Bax, burada Eldəniz dayının məhəlləsidir. Burada darvazasının yeridir. Burada evləridir. Evlərindən qalan da budur. İnşallah Allah öz kömək olsun. Allah bu da yaşamalı günlər Allah qismət eləsin. Eldəniz dayı, sənin evindən qalan bir dənə buradır. Burada zaborun. Buradan da su arxınız gedirdi. Eldəniz dayı. Bura su arxınızda. Buradakı küçənizdir. Küçənizdə işıq çalmandır. Bu da zaborun qırağıdır. Qardaşlar, bu xəstəxanada zibil qavı idi bu. Xəstəxananın həyətindəydi, zibil qavı idi. Buradan ayağınla basırdı, o açılırdı belə. Rəhmətliklə Balinsada işləyəndə gəlmişəm bura. Allah cəmi o xəstəxanada işləyənlərin Allah hamısına rəhmət eləsin. Qalanlara can sağlıq, rəhməti Pulura xala işləyirdi. Şamaq xala işləyirdi. Aybəniz xala işləyirdi. Rəhmətli nənəm işləyirdi. Sətəriyə nənəm. Allah hamısına rəhmət eləsin. Qalanlara da can sağlıq. Bu xəstəxanadası zibil qavıdır. Yəqin ki, bunu məndən böyüklər daha xatırlayar. İşte də var.